Deməli, bizim mövzumuz alkanlardır. Bugün Onlarda nə alkan yoxdur ki? Alkanlar kimya alkanlar video kaydı başlamışam uşaqlar. Alkanlarımız deyirik ki, bizim doymuş karbohidrogenlərimizə aiddir. Ümumiyyətlə biz karbohidrogenləri iki hissəyə bölürük. Doymuş və doymamış karbohidrogenlər. Doymuş karbohidrogenlər alkanlar və diskul alkanlardır. Alkanlarımızda da pirabitə yoxdur, diskul alkanlarımızda da pirabitə yoxdur. Alkanlarımız alifatik quruluşlu karbohidrogenlərimizdir. Diskul alkanlarımız isə disklik quruluşlu karbohidrogenlərimizdir. Bunların fərqini bilməliyik. İlk öncə başlayaq alkanlar. Ümumi formulu CnH2n+2-dir. N-in sayı böyük bərabərdir 1-dir. Alkanlarda bütün karbon atomları sp3 hibridləşmə vəziyyətindədir. Çünki pirabitəsi yoxdur. Gəlin ilk öncə formul üzərində hesablamalara bax. CnH2n+2-dirsə, əvvəlcə MR bərabər olasıdır nəyə? Karbon 12-dir deyə 12-ni vururam sayına, olur 12N, üstə gəlinsin hidrogenin sayı, yəni 2N+2, cəm olur 14N+2. Proton sayımız, bilirik ki, karbonda 6 dənə proton var deyə 6-nı vururam N-ə, üstünə gəlirəm hidrogenin sayına. Bu da olur 8N+2. Neytron sayı dedikdə isə uşaqlar, hidrogenin neytronu yoxdur deyə hidrogeni nəzərə almıram. Karbonun sadəcə 6 dənə neytronu var deyə olur 6N. Bunlar oldu bizim MR-imiz, proton, neytron sayımız. Daha sonra davamına keçirik. Davamında isə deyirik ki, gəlin burada artıq karbon-karbon arası sigma rabitəni, karbon-hidrogen arası sigma rabitəni, polyar kovalent rabitəni, qeyri-polyar kovalent rabitəni var. Karbon-karbon arası sigma rabitə elə qeyri-polyar kovalent rabitədir. Çünki karbonlar arasında olan rabitədir, eyni element arasında olan rabitədir deyə biz ona qeyri-polyar deyirik. Karbon-karbon arasında olan karbonun sayından bir vahid azdır, yəni N-1-dir. Karbon-hidrogen arasında olan isə hidrogenin sayı qədərdir və polyar kovalent rabitə adlanır. Bunun sayı isə 2N+2-dir. Sonra hibrid və qeyri-hibrid orbitalı. Hibrid orbital sayımız, bilirik ki, karbonun sayını vururuq 4-ə, pirabitə yoxdur deyə heç nəyi çıxmır. Eləcə hibrid orbital olur 4N. Qeyri-hibrid orbital isə hidrogenin sayı 2N+2. Burada pirabitə yoxdur deyə pirabitəni nəzərə almırıq. Ümumi orbitalda isə 4N üstünə 2N+2 gəlirik, ümumi olur 6N+2. Və biz bunlar üzərində hesablama aparırıq. Misal üçün, desəm ki, C5H12-də nə qədər qeyri-polyar kovalent rabitə var? N-1, yəni 4 dənə. Nə qədər polyar kovalent rabitə var? Hidrogenin sayı qədər 12 dənə. Hibrid orbitalı nə qədərdir? 4 vur 5, 20 dənə. Qeyri-hibrid 12 dənə. Cəm 32 dənə. Bu cür hesablamalar aparırıq ki, molekul kütləsində də belə, proton, neytron sayında da. Bunları bildik. Bunlara aid çoxlu misallarımız var. Onları bildik. Bunları aydın elədik. Düzdür? Bunları aydın elədikdən sonra keçirik. Bir dənə misal verirəm. Siz mənə deyirsiniz. Deməli, biz formullar üzrə hesablamaları qısa şəkildə dedik. Bunlar formullar üzrə hesablamalar adlanır ki, siz bunları bilməlisiniz. Daha sonra keçirik alkanların ilk 10 nümayəndəsini bilməyə. Biz ilk 10 nümayəndəsini əzbər bilməliyik. CH4-ün adı metandır. C2H6-nın adı etandır. C3H8-in adı propan. C4H10-un adı butan. C5H12-nin adı pentan. C6H14-ün adı heksan. C7H16-nın adı heptan. C8H18, C9H20,
S10H22. S8, S9, S10. S8-də deyirik ki, oktan, nonan, dekan. Bunlar oldu bizim ilk 10 nümayəndəmiz. İlk 10 nümayəndəsinin adını bilməlisiniz. Çünki biz adlandırmada bunların adlarından istifadə edirik. Deyirik ki, SH6 ilə SH4 arasında nə fərqi var? SH6-dan SH4-ü çıxanda görürəm ki, aradakı fərq SH2-dir. Və yaxud da S3H8-dən SH6 arasında nə qədər fərq var? Yenə SH2. Ona görə biz SH2-ni bunlarda adlandırırıq homoloji fərq. Əzbərə bilməliyik təbii ki, bunları. Daha sonra deyirik ki, bunları dedikdən sonra, homoloji fərqimizi dedikdən sonra. Daha sonra qeyd edirik ki, metandan bir dənə hidrogeni qopartdıqda CH3 radikalı əmələ gəlir. CH3 radikalının adı da olur. Anı çıxırsan, il şəkilçisi əlavə edirsən. Adı olur metil radikalı. Etanın an hissəsini çıxanda C2H5 qalır. Onun da adı olur etil. Propandan anı çıxanda olur C3H7 propil. C4H9 butil. Digərləri əsasən bizə düşmür deyə uzun-uzadı yazmıram. Bizə əsas bu 4-ü lazımdır. Metil, etil, propil radikalları olduğu kimidir. Metil daha doğrusu etil CH3 və C2H5-dir. Amma propilin 2 forması var. Radikalları əzbər bilməliyik. Normal propil olduqda C3H7-dirsə bu propildir. Açılış forması belə yazılır. CH3, CH2, CH2 xətti. Amma izopropil olduqda isə bu formulasıdır. CH3, CH2, daha doğrusu CH, CH3 xətt ortadan çıxır. Elə bilin ki, propanın formulunu yazırsınız. Propanımız CH3, CH2 ortada, CH3. Burada əgər CH3-ün hər hansı birindən hidrogenin biri qoparılarsa, bu radikal olur propil radikalı. Yox, əgər buradan yox, gəlib CH2-dən qoparılarsa, bu zaman olur izopropil radikal. Bunları bilmək lazımdır. Sonra keçirik butilin yaratdığı 4 radikala. Butilin yaratdığı 4 radikalımız var ki, əzbərə bilməliyik. Hansılardır? Normalda butilin ümumi formulu C4H9-dur. Bu normal butildir. Normal butilimiz özü yaradır hansı radikalları, formullarını əzbər bilməlisən. Ümumiyyətlə, biz deyirik ki, alkanlarda izomerlik hadisəsi başlayır 4-cü nümayəndədən. İzomerlik hadisəsi nədir? İzomerlik hadisəsi odur ki, maddənin formulu eynidir, tərkibindəki karbonun sayı eynidir, hidrogenin sayı eynidir, amma onların quruluşu fərqlidir. Misal üçün, normal butan ilə izobutanı misal göstərə bilərik. Yəni necə? Normal butan dedikdə CH3, CH2, CH2, CH3 yazırıq. İzobutan dedikdə isə artıq onun formulu, baxın, belə olur. Normal butanla izobutanın fərqi ondadır ki, karbonun sayı eynidir, hidrogenin sayı eynidir. Fərqi ondadır ki, quruluşu fərqlidir. Karbon zəncirinin quruluşu fərqlidir. İndi baxaq. Dedik ki, normal butanla izobutanın tək fərqi quruluş fərqidir. Həm də ki, bu quruluş fərqinə görə onların artıq qaynama temperaturu və s. də fərqlənir ki, biz onu birazdan bu haqda danışacağıq. Normal butandan 2 cür radikal əmələ gəlir. Birincisi, normal butil radikalı, yəni CH3-lərdən hər hansından biri hidrogeni qopartdıqda C4H9 radikalı əmələ gəlir. Bu da normal butildir. Amma CH2-lərin hər hansı birindən qopartdıqda isə belə bir radikal əmələ gəlir. Belə də yaza bilərsiniz, tərsini də yaza bilərsiniz və yaxud da gəlin həmişə verilən kimi deyək. Baxın. Bunun adı olur ikili butil radikalı. C4H9-umuz
normal butil radikalı və yaxud da birli butil radikalıdır. Amma bu bizim yazdığımız ikilidir. İzobutandan isə iki cür radikal əmələ gəlir. İzobutil radikalı və üçlü butil radikalı. Deməli, normal butandan birli, yəni C4H9 butil radikalı və ikili butil radikal əmələ gəlir. İzobutandan isə izobutil radikalı, yəni CH üslərin hər hansı birindən qopardırıq. Bu olur izobutil. Bir də var ki, bu ortadakı CH-dan qopardırıq. Bunu buradan yazın. Ortadakı CH-dan qoparddıqda isə belə bir radikal əmələ gəlir. Bununsa adı olur üçlü butil radikalı. Bu radikalları izobutili, izopropili, üçlü butil, izobutil, üçlü butil, ikili butil, birli butil hamısını əzbərə bilməliyik ki, adlandırmada bunlardan istifadə edəcəyik. Bunları dedikdən sonra radikalları yeri gəlmişkən elə izomerlik hadisəsinə başqa misallar da göstərək. Misal üçün, pentan deyirik. Pentanın 3 dənə izomeri var. Butanın 2 dənə. İzomerlik hadisəsi C4H10-dan başlayır, yəni butandan. 2 izomeri var. Normal butan və izobutan. Yəni 2 dənə izomerdir. Pentanda, yəni C5H12-də 3 dənə izomeri var. O 3 dənəsini indi yazıram sizin üçün. Amma C6H12-ni də yadda saxlayın ki, 5 izomeri var. Bu 3 dənəsini əzbərə bilməliyik. İndi amma C5H12-nin izomerlərini sizin üçün yazıram. İlk öncə normalını yazırıq. Bu normal pentam. Pentam. Daha sonra ikincisi İndi bunu adlandırmadan sonra deyəsiydim, amma eybi yoxdur daha dedim. Adlandıranda, indi adlandırmanı da izah edəndə artıq sizə aydın olacaq. Burada baxın, karbonun sayı eynidir, hidrogenin sayı eynidir, amma bu maddənin adı 2-metil butandır. Amma fərqlidir, quruluşları fərqlidir. Daha sonra isə üçüncü izomerimiz isə dimetil, indi adlandırmada yenə deyirəm, izah edəcəyik onsuz da bunları, propandır. Deməli, pentanın neçə izomeri var? 3 dənə izomeri var. Heksanın neçə izomeri var? 5 dənə izomeri var. Aydın oldu? Bunları da əzbər yadda saxlayın, çünki test toplusunda sual kimi var ki, pentanın neçə izomeri var, heksanın neçə izomeri var? Bu tip suallar var. İzomerlik hadisəsi də bitdikdən sonra deyirik ki, alkanlarda yalnız sinif daxili izomerlidir, siniflər arası izomerlik yoxdur, sinif daxili izomerdir, cis və trans izomerlik də yoxdur. Çünki bunların iki qat rabitəsi yoxdur, diskret quruluşlu deyirlər. Misal üçün, diskli alkanlarda cis və trans izomerlik olacaq ki, onlar haqqında da geniş şəkildə danışacağıq. Daha sonra keçirik fiziki xassələrinə. Fiziki xassələrində deyirik ki, karbon 1-dən karbon 4-ə qədər qaz halında 15-ə qədər maye, ondan sonra isə bərk haldadılar. Biz bunu bilməliyik ki, ümumiyyətlə bütün karbohidrogenlərdə karbonun sayı 4-dürsə, bunlar hər biri qaz halındadır. Fiziki xassələrinə gəldikdə, molekul kütləsi artdıqca qaynama temperaturu artır, ərimə temperaturu artır, sıxlığı artır. Bunlarda molekul kütləsi artdıqca karbonun kütlə payı artır, hidrogenin kütlə payı isə azalır. Daha sonra deyirik ki, normal quruluşlara, yəni şaxəsiz quruluşların qaynama temperaturu şaxəli quruluşların qaynama temperaturundan daha böyük olur. Yəni normal butan ilə izobutanın qaynama temperaturunu müqayisə eləsək, deyirik ki, normal butanın qaynama temperaturu izobutandan daha böyükdür. Şaxəsiz quruluşlarda daha böyük olur. Fiziki xassələrimiz getdi. Gəlirik indi adlandırılmasına, daha sonra alınmasına və kimyəvi xassələrinə.
İlk öncə adlandırılmasına gəlirik. Adlandırılmasında öz adlarını dedik, sıralaması ilə əzbər bilməlisiniz. Daha sonra adlandırılmasında biz 2 cür adlandırılmadan istifadə edirik. Səmərəli adlandırılma və beynəlxalq nomenklaturaya görə adlandırma. İlk öncə səmərəli adlandırmadan baxırıq. Səmərəli adlandırma asan görünsə də əslində uşaqlar onu nəsə yaxşı qavraya bilmir, beynəlxalqı daha yaxşı bilir. Ona görə diqqətli olun. Səmərəli adlandırmada metanın törəməsi kimi baxırıq. Yəni ən çox şaxa verilmiş karbonu seçirik. Misal üçün burada ən çox şaxa verilmiş karbon atomu hansıdır? Təbii ki, CH-dır, göründüyü kimi. Onu işarələyirik. Onu işarələdikdən sonra ona birləşən radikalların adını, sonda isə metan sözünü deyirik. Burada neçə dənə ancaq metil radikalı birləşib. Neçə dənə metil radikalı birləşib? 1, 2, 3. Ona görə deyirik trimetil metan və yaxud da desəm ki, belə. Bu zaman karbondur ən çoxu. Karbon H-dır yenə. Onu da metan kimi işarə edirəm. Ona birləşən radikalların adını deyirəm kiçikdən böyüyə. 2 dənə metil radikalı var deyə yazıram dimetil. Daha sonra etildir deyə etil, metan və bitdi. Daha sonra misal üçün deyirəm ki, bu sizi çaşdırmasın. Yenə ən çox karbon şaxələnmə verən karbonu seçirik. Ona birləşən radikalların adını deyəcəyik. CH3 metildir. CH2, CH3-ü birləşdirsəm görürəm ki, burada CH5 əmələ gəlir. Bu biri tərəfdə də CH5 əmələ gəlir. Onda neçə dənə CH5 var? 2 dənə. Adlandıranda nə deyəcəm? Metil, dietil, metan. İndi səmərəli adlandırmaya aid sizə verim. Siz adlandırın. Daha sonra keçək beynəlxalq adlandırmaya. Səmərəli adlandırma elektrolizin, hidrolizin təbii ki, izahları olacaq. Amma indi yox. Daha sonra keçirik. Səmərəli adlandırmanın misallarından bir-iki dənə sizə verim. Sonra keçək beynəlxalq adlandırma. Misal üçün. İki dənə verəcəm. Siz adlandırın. İkisini adlandırın. Tez. Beynəlxalq adlandırmada uşaqlar nə edirik? Ən uzun birinci şərtimiz odur ki, ən uzun karbon zəncirini seçirik. İkincidə odur ki, şərtimiz ən uzun karbon zəncirini nömrələyirik. Daha sonra isə onlara birləşən radikalları kiçikdən böyüyə sayırıq. Ən sonda isə ən uzun karbon zəncirində olan karbonun sayına uyğun alkanın adını deyirik. Yəni necə? Belə demək bilirəm, əzbərçilikdir. Biraz beyniniz qarışa bilər, amma necə? İndi izahına baxın. Misal üçün bu radikal. Nömrələyirsiniz. Fikirləşməlisiniz ki, mən necə nömrələsəm, həm radikal yaxın olan tərəfdən olar, həm də ki, ən uzun olar. Bunun ən uzunu 5-dir. İstəyirsən sağdan, istəyirsən soldan nömrələ, fərqi yoxdur. 1, 2, 3, 4, 5. Nömrələdim, düzdür? Burada hansına radikal birləşib? Üçüncüyə radikal birləşib. Hansı radikaldır? CH3-dür. Ona görə deyirsən ki, 3 metil, yəni 3-ə metil birləşib. Ən uzun karbon atomu da zəncirindəki karbonun sayı da 5 dənədir deyə yazırsan pentan. Başqa bir misal deyək, biraz qarışıq misal deyək. Qiyaslasın. İndi dedik ki,
Yazırıq. Deyirəm bunu adlandırın. Yenə deyim, ən uzun karbon zənciri seçilməlidir. Ən uzun karbon zənciri seçdim dağılımda. Bilməliyəm ki, mən radikal yaxın olan tərəfdən nömrələməliyəm. Əgər 1, 2, 3, 4, 5, 6 desəm, radikal düşür 3-cü karbon atomuna, amma mən belə nömrələməli deyiləm. Radikal yaxın olan tərəfdən nömrələməliyəm deyə nömrələməmi belə aparmalıyam. 1, 2, 3, 4, 5, 6. Yəni soldan sağa yox, sağdan sola aparmalıyam. Nömrələdikdən sonra görürəm ki, ikinci karbon atomuna 2 dənə CH3, 3-ə 1 dənə, 4-ə isə 1 dənə CH3 radikalı birləşib. O zaman radikalların birləşdiyi karbon atomlarını yazıram. İkinci karbon atomuna 2 dənə CH3 birləşibdir deyə deməli ikinci karbon atomunu 2 dəfə qeyd eləməliyəm. Üstə gəlinsin. Ardıcı 3, 4. Neçə dənə metildir? 4 dənə. Ona görə tetrametil. Ən uzun karbon zənciri də 6-dır deyə heksan. Bitdi. Aydın oldumu? İndi birdən verim siz yazın. Müəllimə, Bəli. əgər o belə apardıq 1, 2 bu tərəfdə. Əgər 3-cü karbonda 2 dənə olsaydı, Yenə bu biri tərəfdən aparacaqdan. Radikal yaxın olan tərəfdən. tək olsa da belə radikal yaxın olan. Bəli. Buyurun bu maddəni yazın, atın. Aha. Müəllimə, Bəli, Rəqsanə. Məryəmlə də öz müəllimiyəsən bunu de. burada metil verdi də. Əgər hər iki tərəfdən saysaq, ikisinə də eyni rəqəmdə olsa da, məsəl üçün radikallar, onda kiçik olandan başlamalıyıq elə. Bəli. Gəldik indi davamına. Adlandırılmamız da belə getdi. Uşaqlar, izomerlidir, alkanların formuluna görə hesablamalardır. Bunları qəşəngcə öyrənirsiniz.